Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizə Farmat oyununu tez bir zamanda necə qazanmaq olar, onun üsulunu göstərəcəm. Tanıdığım insanlar bu üsulla 10, 11, 13, hətta 30 dəfə qazananlar da var. Farmat oyununu oynaya bilməyənlər üçün qısaca oyunun qaydası necə olduğunu göstərəcəm. Kanalımda detallı şəkildə necə oynamaq olar deyə video var. İlk öncə aşağı qoyacağım linkə daxil olub Farmat oyununa keçirik. Yuxarıda gördüyünüz suyu toplayırıq. Sandığı açırıq və sandıqda olan suyu da toplayırıq. Əgər oyunun ilk etaplarındasınızsa, daha çox su ala bilirsiniz. Oyun ilk başda daha asan olur, daha sonra isə çətinləşməyə başlayır. Oyunun məqsədi oyunun daxilində olan oyunları oynayaraq su toplayıb tarlanı sulamaq. Bunun üçün bizə daha çox su lazımdır. Ətrafımızda olan insanlar da artıq Farmlat oyunu oynadığı üçün onlar da mövcud istifadəçi olaraq sayılır. Mövcud istifadəçi və yeni istifadəçi nə deməkdir? Əgər qarşınızdakı insan Farmlat oyunu oynamırsa, bu yeni istifadəçi sayılır. Əgər Farmlat oyununu oynayırsa, bu isə mövcud istifadəçi sayılır. Bizim isə yeni istifadəçi tapmağımız daha da çətinləşir. Burada gördüyünüz hər oyun sizə su qazandırır. Bir yeni Farmlat oyunçusu dəvət etsəniz, o sizə 300 qram su qazandıracaq. Linkinizi gün ərzində 3 dəfə paylaşsanız, hər paylaşımda 10 qram su qazanacaqsınız. Burada isə linkinizi paylaşdığınız insanlar əgər Farmlat oyunu oynayırsa, gün ərzində Farmlat oyunu oynadıqda sizə 1 qram su gələcək. Əgər Farmlat oyunu sizdə türk dilində deyilsə, demoya daxil olursunuz, ayarlara keçirsiniz, dil dəyişimi edərək türk dilini seçirsiniz. Bu cür etdikdə oyun türk dilində olacaq. İndi isə keçək ən əsas min suyu necə qazanmaq olar. Bu oyunda min su qazanmaq olduğu üçün daha çox bu oyunu oynayırlar. Burada isə linki paylaşaraq yeni və mövcud istifadəçi gətirərək jetonları toplayıb 1000 qramı qazanırsınız. Daha çox iki üsulla kodu paylaşırlar. Mən sizə göstərəcəyim üsulda bizə lazım olan isə bu nömrələrlə ibarət olan koddur. Play Marketə daxil olub bu proqramı yükləyəcəksiniz. Proqrama daxil oluruq. Bu proqram kopyalama proqramı olduğu üçün telefonunuzda olan Temonu kopyalayacaq. Mənim telefonumda artıq kopyalandığı üçün hazır vəziyyətdədir. Siz Temonu kopyaladıqda bir neçə üsulla Temonu açmağınızı göstərəcək. Mən Gmail ilə açmaq istədim, ancaq alınmadı. Əgər sizdə açılırsa, Temo istifadə edilməyən Gmail ilə daxil ola bilərsiniz. Əgər sizdə də alınmadısa, nömrə ilə keçə bilərsiniz. Diqqət edəcəyiniz məqam isə bu nömrə indiyənə kimi Temoda istifadə edilməyən nömrə olmalıdır. Kısa reklamları keçdikdən sonra Temo açıldı. Burada isə göstərdiyim kimi kodu yerləşdirir və linkə daxil oluruq. Gördüyünüz kimi açıldı. Burada isə çarxı çevirib çıxırıq. Əgər biz bu cür çarxı çevirsək, biz yeni istifadəçi kimi sayılırıq. Oyunu oynamayıb sadəcə çarxı çevirənlər yeni istifadəçi sayılır. İndi isə keçirik Farmlat oynadığımız oyuna. Gördüyünüz kimi qəbul olundu və jeton verdi. Bəzi hallarda kodu qəbul etməyə də bilər. Bu halda isə Instagramda qrupumuza qoşularaq qarşılıqlı şəkildə yeni istifadəçi oynaya bilərsiniz. Bu şəkildə həm qarşı tərəfə yeni istifadəçi verilir, həm də siz yeni istifadəçi qazanırsınız. Daha çox su toplayaraq tarlanı sulayıb oyunu bitirirsiniz. Bu üsulla da tez qazanmış olursunuz. Gördüyünüz kimi burada bizim Farmlat oyunu oynayanlar üçün Instagramda qrupumuz var. Instagrama keçid edərək mənə yazaraq qrupa qoşula bilərsiniz. Əgər Instagram istifadə etmirsinizsə, kanalımda olan Temoya aid videoların şərh bölümündə kodunuzu qeyd edərək qarşılıqlı dəstək ala bilərsiniz. Bu proqram hal-hazırda aktivdir və işləyir. Əgər bu video qarşınıza çıxıbsa, oyunu daha rahat oynayıb tez qazana bilərsiniz. Video sizə faydalı oldusa bəyənməyi, kanalıma dəstək üçün abunə olmağı, fikrinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir.